bağlı aparıblar məni zorakılıqla 41-ci bölmədə. 41-ci bölmədə çox məni pis söyüşlər, təhdir. Mən açıq deyəcəm, məndən heç kəs inciməsin. Kim mənə də nə deyirsə də o adamlara da sual verirəm. Əgər siz başınıza belə bir şeylə rastlaşsanız, bunu ört bastır eləməyin. Bu rejimin polisləri, İlham Əliyev gidir, mənim polislərim ən ləyaqətli işlər görür. Bunları siləfsələməyin, bunları yasalamağın bir adı varmı? Nə vaxta qədər biz bunu gizlədə ört bastır eləyir, özümüzü aldadacağıq. Mən Mayor Bəzir, 41-ci bölmənin rəisi Vasif Həsənovdur. Mayor vəzifəsini bilmədim, o yəni gecə orduydu, ali təhsili, bir dənə ulduz var idi, bir dənə böyük ulduz vardı çiynində. Mənə deyir ki, səni deyir, yıxaram deyir, qulaqlarından tutub, yerə yıxaram, ağzına belə eləyərəm. Hələ bir mən də mən niyə bunu gizlətməliyəm, ay mənim xalqım? Niyə biz bu təhqirləri, bu söyüşləri biz niyə gizlədirik? Ac qalırıq, susuz qalırıq, bu yetmirmi hələ biz ağzımız, özümüz söyüşsün də biz bunu gizlədək, bu rejimi yasalayaq. Sağ ol. Allah cümləmizə kömək olsun. Ay bala. Bayramımız qara əlif, yemeyen bayramım qara əlifdir. Bayram gözümdə durmur. Bilmirəm, mən deyən polislər zəhərliyim. Uyanma bölmədə mən orada çox qaldım, otdum, çay, su, zad verdilər, may nə bilim, yemək verdilər. Gözüm su içmək heç pul elə, qaytarıram. 3 ayda 4 dəfə də balisada yatmışam, üstünə sağlıq. Bayram gözümə görünmür, nə bayram nədir, zadı nədir. Heç nə yemirəm, narahatam, kusuram, tərliyirəm, titrədirəm, üşüdürəm, üstünüzə sağlıq. İlham Əliyev Azərbaycan tarixində qara bir ləkə kimi qalacaq. Və biz hər birimiz, hər bir Azərbaycan türkü də, deyək ki, ləzgisi də, avarı da, deyək ki, talışı da, hamısı həmən bu dövr gələndə utandığımızdan başımızı aşağı salacağıq. Bilirsiniz niyə? Ona görə ki, məhz bu dövrdə biz olmuşuq və bizim bu dövrümüzdə İlham Əliyev kimi şərəfsiz bir adamın hakimiyyətə gəlməsini, onun 22 il bizi, deyək ki, idarə etməsini və bizim Azərbaycan tarixinə böyük bir ləkə atmasını biz utanır dinləyəcəyik. Yəni 100 ildən sonra bizim balalarımız bax həmən bu səhifəyə çatanda, bu səhifəni oxuyanda bizim hamımızın özümüzə tüpürəcəklər ki, tüpürsüzünüz.